Hər kəsə salam, mənim adım Bədəlova Nisə. Mənim adım Muradova Nigar və biz Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika 158 tələbələriyik. Və fərdi iş olaraq biz Black Friday, yəni Qara Cümə mövzusunu seçmişik. Ona görə Gənclik Mall Ticarət Mərkəzinə yaxınlaşmışıq. Bugün Azərbaycanda ilin ən çox gözlənilən endirim günü Qara Cümə start götürüb. Səhər saatlarından etibarən sakinlər texnika, geyim və məişət məhsullarını daha münasib qiymətlərlə almaq üçün mağazaların qarşısına növbəyə düzülürlər. Satıcılar isə bildirirlər ki, bütün məhsullar əvvəlcədən hazırlanıb və hər kəs üçün kifayət qədər mal var. Beləliklə, böyük alış-veriş mövsümü rəsmi olaraq başlayıb. Bugün alış-veriş etməyi planlaşdırırsınız. Bəli, universitetdən sonra vaxtım qalsa planlaşdırdım. İndirimlərə inanırsınız, yoxsa sadəcə reklamdır? Məncə endirimlər insanlar üçün yaxşı bir fürsətdir. Salam, bugün alış-veriş etməyi planlaşdırırsınız? Salam, yox, belə çox boş vaxtım yoxdur paltar seçməyə. Təqaüd də çox da imkan vermir paltar seçməyə və almağa. Sizcə endirimlərə inanırsınız, yoxsa sadəcə reklamdır? Məncə sadəcə reklamdır, cəmaət yığmaq üçün. Hədiyyə almaq üçün yaxşı fürsət olduğunu düşünürsünüzmü? Məncə yaxşı fürsətdir, amma yəni adamdan asılıdır. Adam istər paltar seçər, Qara Cümədə, adam istər nə bilim başqa yerdən hədiyyə alar. Sizcə Azərbaycanda Qara Cümə populyardır? Məncə belə çox yox, ən çox Amerikada populyardır. Bizdə nə bilim mən belə çox görməmişəm reklamı Qara Cümə. Salam xanım, bugün alış-veriş etməyi planlaşdırırsınız? Xeyr, planlaşdırmırdım. Sadəcə vaxtım yox idi. Gəlim bir mağazalarda gəzin, baxın nə var, nə yox. Sizcə Qara Cümə Azərbaycanda populyardır? İnanmıram, çünki Qara Cümədən eşiləndə çox vaxt adamın fikrinə Amerika gəlir və görməyə ki, Azərbaycanda da belə bir şey var, biraz qəribədir. Çünki adam öyrəşməyib belə şeyləri görməyə. Adətən nələri Qara Cümlədə alırsınız? Belə baxsaq heç nə almıram, çünki açığı o qədər vaxtım olmur. Mənə sadəcə nəsə lazım olanda gəlib alış-veriş eləyirəm. Adi vaxtlarda o qədər ehtiyacım yoxdur. ABŞ-da və bir çox Avropa ölkələrində Qara Cümə adətən böyük gecə növbələri, mağazalarda hücuma bənzər ittiham və rekord həcmli endirimlərlə tanınır. Azərbaycanda isə vəziyyət nisbətən daha sakit keçir. Alıcılar həm mağazalarda, həm də onlayn platformalarda üstünlük verərək alış-verişi daha planlı şəkildə edir. Ekspertlər bildirirlər ki, Qara Cümənin Azərbaycanda populyarlığı hər il artır və gələcəkdə bugünün beynəlxalq səviyyədəki endirim ənənələrinə daha da yaxınlaşacağını gözlənilir.